Rahat Marketin bir biabırçı satdığı paraşokla bağlı sizlə paylaşmaq istəyirəm. O qədər əsəb keçmişəm ki, daha yaxınlaşıb əməkdaşlarına heç kimə heç bir şey demək istəmirəm. Sadəcə insanlara, millətimə göstərmək istəyirəm ki, necə adamı aldadırlar. Ariel paraşok. Bax bu. 1 kilo yarımlıq. Deməli, almışam ayın 25-i Rahat Marketdən. Gətirib döymüşəm buna. İndi paltar yuyan maşına atmışam, paltar yuyulmağa və uşağın ayaqqabılarını yuyuram. Bir belə xörək qaşığı bundan tökmüşəm bu Arieldən. İçindən duz çıxıb. Belə baxanda hətta görünür. İndi suyun da içinə töküm, göstərəcəm sizə. Duzdur, əməlli başlı duz. Ərinmədim, dadına belə baxdım. Öjə paraşok yoxa çıxanda əməlli başlı duz çıxıb. Nə boyda duz. Yəni 1 kilo yarım bizə duz satırlar Ariel adıyla. Yəni biabırçılıqdır. Baxın indi boşqa. Suyu tökmürəm. Bunun da içində eynidir. İndi paltar yuyanda indi fikirləyirəm. Hətta buradan çıxardım. Bir qaşıq. İndi buna fikir verin. Duz. Bildiyimiz duz. Bir dəqiqə. Üstündə indi nə dərəcədə, nə qədər paraşok var bilmirəm, amma baxın. Duz. Yoxlayın, baxın, aldanmayın. Satırlar, duz satırlar bizə.